Salam yoldaşlar, bugün deneme 2-dən davam edirik. Baxaq, əvvəllər sadə kəsirlərdi, amma biz bunu yəqin ki, eyni məxrəcə gətirməyəcəyik. Çünki bu bir parçalanmadır. 56-da 1-in yerini əslində 7-8 də hesablayıb sonra eyni məxrəcə gətirmək olar. İstəyirsiniz birinci bu hissədən gedək. Yəni 8-də 1-dən çıxanda 7-də 1-i nə olur? 56-da 7 çıx 8 -1 kimi. Yəni bunun yerinə -1/56 yazmaq olar. Buradan da silinmə gedir. Bu cavabla bu cavab bir-birini silər. Sonda qalar 90-da 1 ilə 9-da 1. Bunu da kənarda hesablasaq. 90 eyni məxrəcdir. Bura 10 gələr. 1-dən də 10 çıxanda -9. İxtisarlar da gedər. Qalar -1/10. O da Y variantı. İkincini də bu şəkildə, amma eyni məxrəcə gətirməyək, tamını ayıraq. Bu əslində gizlənmiş. Burada bir plus var. Bunu da eyni qaydada bura bir plus yaza bilərsiniz. Haqqımız var buna. Bunu belə yazaq ki, açanda silinmələr geçsin. Yəni, belə də əslində 2020 üzərinə gəlsin 2-də 1, çıxılsın 2019, çıxılsın 3-də 1. Bunu yazmaqla biz tamları ayrı hesablayaraq, kəsirləri ayrı. Digərini də bu qayda ilə 2018 üzərinə gəlsin 3-də 1, çıx 2017, çıx 4-də 3. İndi yuxarıdan baxsaq 2020-dən 2019-u gedir, qalır 1, bunları 1 götürsək. Üstə gəlsin 2-də 1-dən də 3-də 1 çıxanda eyni məxrəcimiz olur 6, 3-dən də 1 çıxanda olur 3-dən 2 çıxanda 1. 1 üstə gəlsin 6-da 1. Düşürük məxrəcə 2018 ilə 2017-dən çıxanda 1. Üstə gəlinsin 3-dən 4-də eyni məxrəcə 12, 4-dən də 3 gedəndə 1. İndi bunu da hesablasaq sürətimiz olur 6-da 7, məxrəcimiz olur 12-də 13. Bunu da tərsinə çevirsək, hesab səhv eləməmişəmsə belə olmalı. 4 çıxsın, bir saniyə, aşağıda bir səhvlik getdi. Nədir bu səhvliyimiz? Deməli, buradan 12 eyni məxrəcdir. Bura olur 4 çıxılsın, 3 vurulsun, 3-dən 9. Bu da olar 1 üstə gəlinsin, yox, çıxılsınla yazalım da. 1 çıxılsın, 12-də 5 kimi. Yuxarısı 6-da 7, aşağısı da 12-də 7. Buradan 7-lər də ixtisar gedir. 6-da 1 vurulsun tərsi. 12 yuxarı 1 aşağı. İxtisarlar da gedər. Sonda qalar 2. A variantı. Keçək 3-ə. Buradan eynimək olar. Hər bir mötərizənin için harcı hesablayaq. Buranı hesablasaq 0,1, 1, 1 vurulsun. Digərdə 0, 2, 2, 2. Aşağıda da 0, 3, 3, 3, 0, 4, 4, 4. Bu vergülləri silə bilərik. Sonra ixtisar eləyək. Məsələn, 111 ilə 333 111-ə bölünür, 1, 3 kimi qalır. Bunların hər ikisini də 222-yə bölsək 1, 2 kimi burada qalır. Yekunda da 1/6 olar. D variantı. Qüvvət misalına gələk. Burada parçalasaq yaxşı olar. X+3-ü də gətirib tapmaq olar əslində. 49-un yerinə 7-nin kvadratı kimi yazmaq olar. Gəlin yazaq 7-nin kvadratı üzərində 1 bölünsün X+3. O da bərabərdir. 7-nin yerinə bu cavabı köçürdə bilərəm axı. 2-nin üzərində bu kvadratda gəlin verək bura. Əslində bunu belə yazsaq daha yaxşıdır. 7-nin üzərində 2 bölünsün X+3-dür misalımız. O da bərabərdir. 7-nin yerinə dediyimiz kimi bu ifadəni köçürdürük. 2-nin üzərində X+3, bunun da üzərində 2 bölünsün X+3. Və qüvvətlər bir-birinə vurulduğuna görə bunlar ixtisar gedər. Qalar 2-nin kvadratı, yəni 4. B variantı. 5-ci sualımıza keçid alırıq. Burada nədir məsələ? AB hasilini istəyir. Solları 1, sağları 1 vura bilərik. Burada vurma istifadə eləsək, vurmada da üstlər toplanır axı. A üstü 10, B üstü 10 bərabərdir 2 üzəri 10. Yəni AB üzəri 10 bərabərdir 2 üzəri 10. Bu onları da atıb əsasları götürə bilərik. AB bərabər 2. Yəni Y variantı. Sonra gələk 6-cı misalımıza. Qüvvətlər 5-in qüvvəti, 3-ün qüvvəti. Birinci bunları solları 5, sağları 3 kimi göstərir. Yəni 5-in üzəri 2x bərabərdir 3 üstü 4-ə. Buradakı 5-i də soldan yazım. Yəni 5-in üzəri y+1 bərabərdir 3-ün kubu. Bu bir qaydadır. Necə bir qayda sizə deyim. A-nın üstü x məsələn bərabər olsun B üstü y-ə. Buradan da olsun A-nın üstündə C bərabərdir B-nin üstündə D. Deyir ki, əgər bu əsaslar eynidirsə, onda üstləri götürüb bir-birinə bölə bilərsən. Yəni, yaza bilərsən ki, x bölünsün C bərabərdir B bölünsün D. Bu bir qayda. İndi biz də bu qayda ilə 5-lər eynidir axı.
Yazırsınız ki 2x bölünsün y plus 1 bərabərdir. Cavablarda üstlərin 1 götürdük. Yəni üstlərin də üstlərin eyni. 4 bölünsün 3. Buradan da məlum məsələ çarpaz vuranda çıxmalıdır. 6x bərabərdir 4y üzərinə gəlsin 4-ə. Yan-yana atsaq 6x çıxılsın 4y bərabər 4. Bütün sıranı da full bölsə 2-yə 3x çıxılsın 2y bərabər 2 olar. Elə misalda bizdən istədiyi buydu deyəsən. Bəli. Olur B variantı. Keçək 7-ci sualımıza. Burada 2 qat köklər var. 1 dərəcə düşünək. Burada nə yaza bilərik? 4-cü dərəcədən x üzərinə gəlsin 8-ci dərəcədən x bərabər 6. Bunu niyə belə yazırıq? Gizlənmiş ikinci dərəcələr var burada. Və arada heç bir şey yoxsa bunlar götürülür. Bir-birinə vurulur bu dərəcələr. Ona görə bunu yazdım. Daha sonra 8-ci dərəcədən x-a gəlin bir dənə t əvəzləməsi deyək. Onda 4-cü dərəcədən x nə olur? Bunun kvadratı. T'nin kvadratı. Misal yazırıq. T kvadrat üzərinə gəlsin. T 6-ın da atası sola çıxaltı bərabər 0. V7-dən köklərini ayıraq. Hasil 6, 2, 3. Toplamda mənfi 1 olsun deyə. 2 ilə mənfi 3. Gətirib buradan yerinə qoysaq 8-ci dərəcədən x-a biz t demişdik. 2-yə bərabər eləyə bilirsən. Amma 8-ci dərəcədən x mənfi 3-ə bərabər olmaz. Bu mənasızdır. Buradan davam eləsək, 8-ci dərəcəyə də yüksəldəndə olur 2 üstü 8. O da 256 deməkdir. Bu da belə. D variantı. 8-ə keçid alırıq. Nə var, nə yox burada. İki dənə bir-birinə oxşayan bir kəsir var. Biri toplamadı, biri çıxmadı. Gəlin bunu da bir B ilə işarə edək. B bərabərdir bu olsun. İndi A ilə B-nin bir-birindən əlaqəsi nədir? Çox güman ki, bunlar bir-birindən qoşmadı. Biz də gəlin belə bir şey eləyək. Bunları götürək bir-birinə bir vuraq. Vuranda hər halda bir silinmələr gedəcək. Yazıram onda A vurulsun B bərabərdir. Kökün altında x plus 1 çıxılsın kökün altında x minus 3. Kökün altında təzədən x plus 1 bu dəfə plus kökün altında x minus 3. Dediyimiz kimi qoşmadı. A minus B, A plus B qaydası. A vur B də bərabər olacaq. Bura oxşuyur axı. A kvadrat çıx B kvadrat kimi. Onda gətirib yazırıq ki, kökün altında x plus 1-in mötərizə kvadratı çıxılsın x minus 3-ün mötərizə kvadratı. Buradan kvadrat kökü silsin, kvadrat kökü silsin. Yerdə nə qalar? A vurulsun B bərabərdir. X plus 1 çıx x. Buradan o modulla bağlı bir şey verməyib olduğu kimi çıxardıram. Üstə gəlsin 3 kimi. X'lər də gedər. Qalar A vurulsun B bərabərdir 4-ə. Bizə də B maraqlıydı da aşağıdakı hissə. B'miz də olar 4 bölü A. 4 bölü A da C variantında. Güzel. Sonra keçirik 9-cu misalımıza. Buradan da nə iş görək? Gəlin istəyirsiniz birincisi bu kəsirləri bir götürsək. 3, 3, A. Baxın bu ikisini gəlin bir hesablayaq. Məxrəcəyini də A qalar. 3 üzərinə gəlsin A minus 3. Üzərinə gəlsin A plus 4 bölü A plus 1 bərabərdir 2-də 1'ə. Buradan 3'lər silinir. A'nı da A'ya böləndə 1. 1 üzərinə gəlsin A plus 4 bölünsün A plus 1 bərabərdir 2-də 1'ə. O 1'i atsaq 2-də 1'in yanına. Misal olar A plus 4 bölünsün A plus 1 bərabərdir mənfi 2-də 1'ə. Bunda düz məntiq çarpaz vururuq sol sağ hissələri. Yəni olur mənfi 2A çıxılsın 8 bərabərdir A plus 1'ə. A'lar yan-yana gəlir. Mənfi 3A bərabərdir 9'a. A'mız olur mənfi 3. Məxrəcdə də bir problem yaratmır. C variantı. Amma kənarda da qeyd edelim ki, A sıfırdan və mənfi 1'dən fərqli olmalıdır. Bu məxrəclərə görə. Keçirik 10-cu misalımıza. Burada da sistem tənliyə gələr yəqin ki, A çıxılsın 2C üstə gəlsin D'dir. Birincisi A çıx 2C dediyinə görə 2C eyni olsun deyə biz bu ikisini gəlin neyniyək? Toplayaq birincisi. Onda olur nə? B üstə gəlsin 2C çıxılsın D bərabərdir 9'a. Yuxarıdakı sıranın üstünə yazıram. A plus B bərabər 3. Bunu. Sonra buradan B bizə lazım deyil də məlum məsələ. B-si də geçsin deyə gəlin tərəf-tərəfə çıxaq. Qalır A çıx 2C üstə gəlsin D. Üstə gəlsin D. 3'dən də 9 çıxırsa mənfi 6. Cavabı da hazırdır. D variantı. Yəni birinci aşağılara baxdıq, sonra üstünə. 11-ci sualımıza keçid alaq.
Buradan bir sadə vuruqlarını ayıraq ki, ixtisarlarda görək. Sadə vuruq dediyim, yəni köklərini ayıraq. Bu hissədə bir düstur var. A kvadrat çıx 1, bir də A kvadrat plus 1. Aşağıdan da A-na ortaq vuruq çıxartsaq, qalar mötərizədə A minus 1. Yəni silinmələr buradan tam gedir. Sonra A kvadrat plus 1, A kvadrat plus 1 aparar, bərabər 8-dən. Yerdə qalır A kvadrat çıx 1, bərabər 8, A kvadrat 9. Əslində buradan 2 dənə kök çıxır, müsbət 3 və mənfi 3. Misal bizdən deyir ki, A sıfırdan böyük olsun. Onda bunu yox, müsbət 3'ü götürürük. C variantı. 12'ye keçid alaq. Buradan da çarpaz vurmaqla həll eləmək olar hər halda. Gəlin bir çarpaz vuraq. Nə olsun? 3A çıxılsın 3B bərabərdir 2C'yə. Digərində 4B çıxılsın 4C bərabərdir A-ya. B plus C-ni də verib 46. Onda biz B-ləri, C-ləri bir, ortaq bir şey gətirməliyik. Necə? Yuxarıdakı tənlikdən hamısının A-B-sini bir tərəfə yığıram. 3A çıxılsın 3B çıxılsın 2C bərabər 0 tənliyimiz var. Bir də 4B çıxılsın 4C çıxılsın A bərabərdir 0 tənliyi. Buradan A getsin, BS qalsın deyə biz nə edirik? A-ları silmək lazımdır. Aşağı sıranı 3'ə vuraq ki, A-lar eyniləşsin. Onda 3A çıxılsın 3B çıx 2C bərabər 0. Aşağıda da 3'ə vururuq 12B çıxılsın 12C çıxılsın 3A bərabər 0. Bunu indi tərəf-tərəfə toplayanda müsbət 3A mənfi 3A-nı götürər. Yerdə nə qalar? Bunu da gəlin bu hissədə bir yığcam yazaq. Bunun yeri burada olsun. Buradan davam edək. Deməli, nəyimiz qaldı? Yuxarıdan aşağıya doğru çıxıram. Mənfi 3B çıx 2C çıx 12 üstə gəlsin 12B çıxılsın 12C bərabərdir 0. Buradan da B'ləri bir yığsaq 9B olur. C'mizdə 14C çıxılsın 14C bərabərdir 0. Bir dənə də belə tənliyimiz vardı. Yanına yazaq. B plus C'miz 46'dır. Buradan bizə A maraqlıdır. B'dən C'dən bir şey tapaq ki, A-nı da yerinə qoya bilək. Onda nə edirik? Aşağı sıranı məsələn 9'a vuraq, eyniləşsin. B'lər eyni olsun. 9B çıxılsın 14C bərabər 0 qalır. 9B üstə gəlsin 9C bərabərdir. 46 vurulsun 9 yazıram. Hələ ki hesablamıram. Tərəf-tərəfə çıxanda bu 9B'lər gedir. 14'dən 9'u getsə mənfi 23C bərabərdir. 0'dan da çıxanda yenə mənfi 46 vur 9. Buradan da ixtisarlar getsin. Mənfilər də gedir. C'miz olur 18. Sonra ürəyiniz istəyən bir yerdə C'nin yerinə 18 qoya bilərik. Məsələn, harada qoyaq? Baxın, elə burada qoyaq. C'ni yenə gətirib 18 qoysaq, B'miz olur 46'dan 18'i geçsin 8. Bu da 28. B'si de tapıldı. Sonra da buradan da A'nı tapaq. A'mız da bərabərdir. 4 vurulsun. B çıx C. Yəni 28 çıxılsın. C'miz nə idi? 18. 28 çıx 18. 4 vurulsun 10. O da olar 40. Yəni A'nın cavabı 40'dır. Y variantı. 13'ə keçid aldıq. Bir-birinə bağlıdır. Oran-orantı kimi baxmaq olar. Gəlin bir kaynana vəz eləyib bunlar istəyirsiniz. Ya da B, A-ya bağlayıb öz onsuz. Bir dənə K deyə qarışmasın. A da K-ya bərabərdir. B plus 1 K-dsa B olur K minus 1. C'si də olur K minus 2. Bu tapdığımız A, B, C-ni burada nəzərə alsaq. K vurulsun K minus 1, K minus 2 bərabərdir. 40 vurulsun bunların toplamı. K plus K minus 1 plus K minus 2. Bərabər olur nəyə? K vurulsun K minus 1, K minus 2. Hələ ki vurub açmıram. Hər halda bir silinmə gedər. Əslində qiymət verəndə tapılır diyor. Neysə. Uzatmayaq. 40 vurulsun 3K çıxılsın 3. 3'ü də ortaq vuruq çıxardanda K minus 1 qalır. İndi soldan sağdan bu K minus 1'lər getsə, K vurulsun K minus 2, 40'ı da 3'ə vuranda eləyir 120. 2 vahid fərqlənməklə 120 alacağımız ədəd, onu görə bilmədim. Bir dənə gəlin bunu açaq. K kvadrat çıxılsın 2K çıxılsın 120 bərabərdir 0. Diskriminanta getməsək, hasili 120 olan nə yazmaq olar buradan? 24, 5 ehtiyac yoxdur. Diskriminanta gedəcəm. 4 üstə gəlinsin. 124'ə vuranda 480. 484'dən kök çıxır. 22'nin kvadratıdır.
K1 bərabərdir ki, çıxılsın 22 bölü 2 mənfi 10. 10-la 12 imiş də. Hə, nə uzatdıq keçirəm. Heç ona ağlıma gəlmədi. 10-12 yazaq bura. 10-dan 12. Deməli, toplamı müsbət 2 olsun deyə mənfi 12. Bizə də nə lazım idi? Əvvəlcədən şərt vermədiyinə görə, cavablara görə baxırıq ki, cavablar hamısı müsbətdir. Biz də 12-ni götürək. Onda A-mız olur 12, B-miz olur 11, C-miz də olur 10. Bunları da gətir, topla deyir. 12, 11, 10. Bu da olar 33. Yekun cavabı A. Keçək 14-ə. Belə bir faktorial verib. Biz birincisi buradan ortaq faktorialı götürürük. 13 faktorialı götürürük. Mötərizədə qalır 1. Üzərinə gəlsin 14. Üzərinə gəlsin 13 silinir. 14 vur 15. O da bərabərdir. 13 faktorial vurulsun. Bunun mötərizənin için görüm hesablamağa ehtiyac varmı? Buradan da ortaq 14'ü götürmək olar. Nə dərəcədə bizə sərf eləyəcəksə. Bir dənə də vurulsun 25 var. Nəysə gəlin hesablayaq qısası. Birincisi 14 gəldi 15. 15 üstə gəlinsin 14 vurulsun 15 nə deməkdir? 15-dən 2 dənədir də. Yəni bu ilə 15 vurulsun 15 deməkdir. 15 vurulsun 15 də 25'i oxşasın deyə bu 15 vurulsun 15'i gəlin belə parçalayayım. 13 faktorial vurulsun 3 vur 5 vur təzdən 3 vur 5. Baxın bu 5 vurulsun 5'in yerinə 25 yazmaq olar. Yəni bizim misalımız bu da əslində. 13 faktorial vurulsun 25 vurulsun bu 3'lər də 9 verir. Bu hissənin yerinə deyir gətir A yaz. Bax bu hissənin yerinə A yazıramsa misalımız da olur 9 yanında A. C variantı. Keçdik 15'ə. Belə bir işlem verib. Deyir ki A ilə B'dən böyük olmayan işləmin etkisiz elemanı nədir? Birincisi bu tip simvollarda etkisiz elemanı necə tapırdıq? A işlem B məsələn bərabər olurdu A'ya. Bu bərabərdən sonra A ilə B'dən böyük olmayan. Bir saniyə. B'dən böyük nə deməkdir? A kiçikdir B'dir də. B'dən böyük deyil. A kiçikdir B formasında. Bunu A'ya bərabər eləyə biləcəyimi? Burada bir nəsə problem var. Çünki normalda etkisiz elemanda biz belə eləyirdik. A işlem B bərabərdir A'ya. Buradan çıxmalıydı. Bunda özü verməyib düstur kimi. Neyse 16'ya keçək. 16'da düz məntiq sadə işlemlərdən biridir. Özü şərti verib. 2, 3. Deməli 2, 3 burada yoxlanır. 3, 2-dən böyükdür. Onda bu hissədə hesablayırıq. 2-ni 3'ə vururuq olur 6. Gətirib bunun yerinə yazırıq 6. İşlem 3, 2. A'nın B'dən böyük olduğu buradadır. 3 üstə gəlsin 2 olur 5. 6 işlem 5. Birincinin yenə böyük olduğu, A'nın böyük olduğu burada yoxlayırıq. 6 böyükdür 5. Bunu da hesablasaq 6 plus 5 də verər bizə 11. Yəni bunun cavabı 11'dir. B variantı. 17'ye baxırıq. Modu misalı. Modda nə edirdik? Bölürdük, qalığı götürdük də. Moda nə deməkdir? A kub üzərinə gəlsin 4A plus 12'ni, bu ifadəni A'ya bölüblər və burada qalıq 0 alıb. Birincisi məlum məsələdir ki, A kub A'ya bölünəcək. Bu getdi. 4A da A'ya bölünür. Onda biz 12'dən danışmalıyıq. 12'ni A'ya böləndə qalıq yoxdursa, A'nın yerinə nələr qoymaq olar? 12'nin bölündüklərindən danışıram da. 1 olar, 2 olar, 3, 4, 6 və 12'nin özü. Misal deyir ki, A 1'dən böyük olsun. 1'i götürə bilmərsən. Maksimumda gəlib dayanacaq 12. A'nın yerinə 12 yaza bilərik. A variantı. 18'ə baxaq. Birincisi bunu sol sağ hissələrinə yazaq. 2 modulu yan yana saxlamayaq. Əgər 0 varsa. A kvadrat çıxılsın 25 bərabərdir modul A minus 5. Bunun bir qaydası vardı ki, modul bərabər modul görəndə bunun birincisi müsbət bərabər müsbətdən açırdıq. Bir də müsbət bərabər mənfi qaydasının. İndi burada birinci qaydaya görə yazıram A kvadrat çıxılsın 25 bərabərdir A minus 5'ə. Bir də ikincisi A kvadrat çıx 25 bərabərdir mənfi A plus 5. Mənfiyə vura-vura açdım. İndi bizə nə lazımdır? Bunun məlum məsələdir ki, soldan sağdan kök silməyin, ortaq vuruq çıxartmaq olar. Yəni A minus 5, A minus 5. Buradakı A minus 5 də sola atsaq, çıxılsın A minus 5 bərabər 0 kimi.
A-5'i ortaq götürsək, A-5'i götürsək qalır A+5 çıx 1 bərabər 0. Ayrı-ayrı sıfır yazsan A5'dir, bir də A-4'dür. Birinci köklərimiz bunlar. Bir də bu ikinci yazdığımız ifadəni də gətirək, köklərini ayıraq. Deməli A-5, A+5 sola atanda olacaq üstə gəlinsin A-5 kimi bərabər 0. Bu A-5'i təzədən götürürük. Qalır mötərizədə A+5 plus 1 bərabər 0. Buradan da A bərabər 5, A bərabər -6. Deməli 3 dənə kökümüz var. Bu A5'lər eyni şeydir. 5 olsun, müsbət 5, -4, -6. O da D variantında fikir verin. Köklər buradadır. 19'a gəldik. Belə yüksək qüvvətlərin əslində mod misal sizə düşməyəcək. Əvvəlki illərdə düşür deyə bir yazaq. Modlarda nə edirik yüksək qüvvətlərdə? Birincisi bunun əsası 13'ü aşmamalıdır ki, aşmayıb, sağ olsun düzgün verib. Sonra qüvvətləri ürətə-ürətə yazırdıq. 2'nin üstü 1'i baxın bərabər yazmıram. Eşit denkdir 13'e. Yəni 2 üstü 1 2 eləyir, 13'e bölə bilmirsən. Qalığın yenə 13'dür. Bu işarənin mənası qalıqdır. 2'nin kvadratı 4'dür. 4'ü 13'e bölə bilmirsən, elə 4 qalır. Bura niyə 13 yazdım? Burası 2'dir daha doğrusu, sorry. 2'nin kubu 8'dir. 8'i 13'e bölə bilmirsən, 8 qalır. 2 üstü 4, 16'nı 13'e böləndə birinci qalımız buradan çıxır. 2 üstü 5. 2 üstü 5'də 2 3'e vursan buradan qalıq 6 çıxacaq. Qalıq 1 olanda dayanasan. 1'e qədər gedirik. 2 üstü 6. 2'ni 6'ya vuranda 12. Buradan 12 qalığı çıxır. 2 üstü 7. 2'ni 12'ya vuraq 24. 13'ü getsin. Qalsın 9. 2 üzəri 8. Nə eləyir? 2, 9, 18, 5 qalığı var. 2 üstü 9 nə uzandı ya bu? 2, 5, 10. 10 qalığı var. Hələ 1'e çatmamışıq. 2 üstü 10. 20'dən 13 gedir 7. Nə qəşəng. 2 üstü 11. Deməli 2, 7, 14. Bir qalığın burada tutduq. Bir qalığını tapana qədər davam edirsən. Bizim proses burada dayandı. Neçənci dəfədə? 11-ci dəfədən sonra alındı da bu bir qalığa. Deməli bu 11'i tapandan sonra üstündəki bu rəqəmi 121'i 11'e bölüb qalıq götürməlisən. 101'i 11'e böləndə də qalıq yoxdur. Sıfırdırsa elə 11-ci ilə üst-üstə düşür deməkdir. Yəni bunun qalığı elə 1'dir. A variantı. Gələk 20'yə. Bir fonksiyonumuz var. Bir deyil, hətta 2 dənədir. Burada nə yazırıq? F'in içində Jx bərabərdir. X kvadrat çıxılsın, X çıxılsın 7. Sonra bir dənə də F fonksiyonu verib. Gəlin biz belə bir şey eləyik. J5'dən söhbət gedirsə mən J-ni harada görürəm? Burada görürəm. Onda gəl bütün X-lərin yerinə 5 qoyaq. F yazıram. X-in yerinə 5 qoyuruq. F içində J5 bərabərdir. Buradan silək qarışmasın. F içində J5 də bərabərdir. 25 çıxılsın 5 çıxılsın 7. O da eləyir 13. Onda sonra nə edə bilərik? F'in içində deyirik ki J5'in cavabı 13'dür. Burada yəni heç kimi bir problemi yoxdur. Sonra J tək qalsın deyə bunun içi ilə çölün yerini dəyişdirərəm. Yəni yazaram ki F'in tərsində 13 bərabər imiş J5'ə. Bizdə F fonksiyonumuz var axı. Gəlib burada bunun tərsini yaratmaq olar. Bunu da kənarda yazırıq ki yenə iç çöl yerini dəyişir. F'in içində 2x plus 15 bərabərdir x plus 1'ə. Bizə nə lazımdır? İçəri 13 olsun. İçərin yerinə necə 13 vermək olar? X-in yerinə baxın. -1 qoysam. X-in yerinə -1 qoysaq. F'in içində olur 13. Bərabər olur 0'a. Bunu da yeni gətirib 0 qoysan 0 da bərabərdir J5'ə. Tapıldı. Yəni cavabımız 0. C variantı. Sonra baxırıq 21'ə. Belə bir ifadə verib. F1'i istəyir. Elə X-in yerinə bir dəfə 1 qoymaq olar. Bu içərini bir-birinə bölünən bir ifadə yaransın deyə. X-i yerinə 1 qoysaq nə olur? F'in içində deməli m plus n bölünsün təzədən m plus n. Bunlar da ixtisar gedəcək. F1 yaranır əslində. Bərabərdir 1 üstə gəlsin, 1 üstə gəlsin, nöqtə nöqtə 1. Bura oldu ixtisar getdi deyə F1 bərabərdir. İndi gəlin biz hesablayaq görək. Burada neçə dənə 1 var. Bunu da hesablamaq üçün nə edirsən? X üstü bu 1'dir. Burası x üstü 0'dır da. 1'dən 101 dənə burada var. Bir dənə də burada var. Ümumisi burada 102 dənədir. Yəni buradan 102 dənə 1 var.
Burada olur 102 dənə ilə də yazaq sözlə. 102 vur 1. Yekun cavabımız da olur 102. C variantı. 22'ye keçid alaq. Yenə 2 dənə fonksiyonumuz var. Nə iş görək? F'in içində J, M'i tapaq da. F içində Jx bərabərdir 7'ye. Bu 5'i boşuna verməyib. Gəl J5 yazaq. Bütün x'ların yerine 5 qoyanda nə olacaq? F içində J5 bərabərdir. Özümüzdən yazma haqqımız varmı? Da başqa J bir yerdə görmürük axı. X'in yerine 5 qoysaq, bərabər 7 yazsaq. Sonra J5 çölə çıxsın deyə bunun için çölün yerini dəyişirsən. Deyirsən F'in tərsində 7 bərabərdir J5'ə. Sonra F də var deyə bunun tərsini də yarada bilərik. Bunun da tərsini indi necə yaradaq? Bunu daha mı qısa desəydim? Bunu gəlin daha bir qısa deyək. Belə yox. Bunu heç çöl yerini dəyişməkdənsə. Hələ ki J5'ə getmirəm. Burada FJX yaradıram. Bütün x'ların yerine J qoyuram. F'in içində Jx bərabərdir Jx'in kvadratı. Üstə gəlsin 4 vurulsun Jx. Üstə gəlinsin 7. Bura qədər ümid edirəm ki, heç kimin 7 nədir? M. Bura qədər heç kimin problemi yoxdur. Yəni deyir ki, bunun cavabı ilə eyni şeydir. Yəni onu da gətirib 7'yə bərabər eləyə bilərsən. Onu da aşağıda yazıram ki, Jx'in kvadratı üstə gəlinsin J 4 vurulsun Jx daha doğrusu. 4 vur Jx üzərinə gəlsin M bərabərdir 7. Sonra nədən söhbət gedir? J5. Onda bütün x'ların yerine 5 qoyasın. J'nin kvadratı 5. Üstə gəlsin 4 vurulsun J5. Üstə gəlsin M bərabər 7. J5'in də cavabı var axı 1. Onda olur 1 üstə gəlsin 4 vur 1 üstə gəlsin M bərabər 7'ye. M'imiz olar 7'dən 5 çıxılar. 2 yəni A variantı. Sonra 23'ə keçid alırıq. 23'dən məsələ nədir? Oran orantı kimi baxsaq. Deməli, gəlin belə bir şey eləyək. Bu tənliyə oxşasın deyə M-i, N-i, P-ni tapaq. M bərabərdir bu 4'ə bağlayırsan. 4 bölü A. Sonra N bərabər olur 4 bölü B. Bir dənə də P bərabər olur 4 bölü S. Bu tapdıqlarımızı bu dediyim ifadədə yerinə yazsam. Onda yazaram 2 vurulsun 4 bölü A. Üzərinə gəlinsin 3 vurulsun 4 bölü B. Çıxılsın 5 vurulsun 4 bölünsün S bərabərdir 1'ə. Bizə də nə lazımdır? AB-ni verib S-yə gedəcək. Bütün sıranı gəlin 4'ə bölək. 4'lər artıqdır görürsünüz. Olur nə? 2 bölünsün A. Bu 4'ləri ixtisar edirəm deyə. 2 bölü A üstə gəlsin 3 bölü B. Çıxılsın 5 bölünsün S. Cavabı da onda 4'ə bölməliyəm. 1 bölü 4. Sonra bu hissənin cavabı bizdə var. Bunun yerinə 2 köçürmək olar. 2 çıxılsın 5 bölü S bərabərdir 4'də 1'ə. Buradan 5 bölünsün S bərabərdir. 2'dən çıxırıq 4'də 1'i. Olur 4'də 7. S'miz də olar 20 bölü 7. S'ni tapdıq. Bizdən nə istəyirdi? Elə S'ni istəyirmiş. 20 bölü 7. D variantı. Keçək 24'ə. Modul 1'ə də bərabər olanda için köçürürük. Necə varsa. Çöldəki modulu atırıq. Yəni modul A plus 2 çıx 3 bir dəfə 2'yə bərabərdir. Bir dəfə də eyni şey mənfi 2'yə bərabərdir. İndi buradan ayrı-ayrı həll eləsək. Bu deyir ki, bizə modul A plus 2 bərabər olsun 5'ə. Bu deyir ki, modul A plus 2 bərabər olsun 1'ə. Bunu da ayrı-ayrı həll eləsək. Buradan yenə 2 dənə qol çıxsın. A plus 2 bərabər 5. A plus 2 bərabər mənfi 5. Day modulunu atdım. A bərabər 3. A bərabər mənfi 7. 2 dənə kök çıxır. Aşağıdan da bu məntiqlə getsək. A plus 2 bərabər 1'ə. A'mız olur mənfi 1. A plus 2 bərabərdir mənfi 1'ə. A'mız olur mənfi 3. Tapdığımız köklər də deyir ki, sonunda topla. Bu işarəyə görə toplayaq. Yuxarıda nə tapmışıq? 3, mənfi 7. Aşağıda mənfi 1, mənfi 3. 3'lər də bir-birini götürsün, qalsın mənfi 8. B variantı. Hovuz boru məsələləri sizə düşmür. Gələk birləşmə kəsişməsinə. Eylervenlə yazsaq daha qəşəng olar. Bunları sevirik Eylervenlə göstərməyə. Gəlin göstərelim. Deməli bu A küməsi olsun, bu da B küməsi olsun.
Kəsişməsində nə qədər element var görmürük. Gəlin bunların hamısını ümumilikdə bir dənə K-ya bərabərləyək. Deyir A kəsişmə B, K olsun. Sonra A çıx B nədir? A-nın qırağı. Bu da K-dır. Amma B-nin qırağı B çıxılsın A bərabər olur K bölü 2-yə. B-nin qırağı da bu kənar sağ hissə. Və deyir ki, yekunda 15 dənə element var birləşmədə. Birləşmə dediyinə görə bunları toplayırıq. K plus K plus K bölü 2 bərabər 15-ə. Bütün sıranı 2'ye vuraq. 2K üstə gəlsin 2K üzərinə gəlsin K bərabər 30. 5K bərabər 30-dan K'mız çıxır 6. K'nın da yerinə 6 qoysaq burada 6 element, burada 6 element, burada da 3 element. Bizə də A'nın içindəkilər lazımdır. A'nın da içində 12 dənə element olur. Bu ikisinin toplamı. O da D variantı. Sonra 27'ye baxmırıq. Kartezyen çarpımı da sizə düşməyəcək. 28 lazım değil, 29 lazım değil, 30 neyse burada bitir. Bu deneməni də burada saxlayaq. Növbəti dəfə denəmə üçün paylaşaram. Sağ olun, özünüzə yaxşı baxın.